Gəl belə eləyək, misal, bax. Gəl belə eləyək. Yox, Başa düşdüm. Tolikdən də bir bahane tapdı. Gəl indi belə eləyək. Bəhanə tapmıram. Mən sənə tapdı deyirəm. Sən ayağını atdırırım. Bir daha gözlə. Gəl belə eləyək. Buna yekunlaşdırıram. Dedim, o bilsin bir daha belə düdür. Bunu da bir daha belə düdür. Hamısına bir daha quş qoydun. Gəl belə eləyək indi. Sən oğrusan, mən də ki özümü bağlatdırmam. Özümü bağlatdırsam peysəl olaram mən. Mən sənə deyirəm ki, sən özünü tanımırsan, birbaşa cırılsan, birbaşa qəhbəsən. Oğrusan, vurdur məni. Vurdur məni. Aydınlığım verə bilmirəm, deyirəm, söylərəm sən. Kayfa söylərəm. Vurdur. Oğrusan, vurdur məni. Ya sən qulaq as, sən bayaq oğru deyilsən, vurdur məni. Yox, sən niyə vurdun? Özümü bağlatdırma. Sən elədiyin bu aktın işverənlərə aiddir. Mən işverəniz də deyil. Mən sözümü deyirəm sənə. Vurdura bilsən, vurdur da məni. Demirsən mən oğruyam. Mənim sözümü eşidirlər mənim sözümü. Yox, qulaq as. Sən niyə vurdurun? Mən də deyirəm ki, sən var yoxu belə eləyim, nəslində bir dənə kişi varsa gəlsin mənə. Sən peysəlsən. Sən videoda gördüm sən ki, deyirsən ki, mənə oğru kimi tanımayan birbaşa cırıqdır. O necə? Sən ondan qabaqçı sualı gördün? Başa düşmədim. Sən ondan qabaqçı mənim sualımı gördün, cavabımı gördün, mənim nəzərimdə dedilər. Yox, necə demirsən? Yox, fikir verməmişəm. Mən sənə izah verim. Onlar qayıtdılar, dedilər ki, biz səni, mən deyirəm, mən pajizni oğruyam. Onlar dedilər ki, biz səni oğru kimi görmürük. Sən bilirsən ki, 3-4 nəfər olub, onlara demirsən də sən? Hədə deyir, görmürük. Apşoka o deməmsən də, yəni 1-2 nəfər olub, onlara demirsən sözü. Yox, qulaq asdım, mən sənə izahım verir. O deyir, görmürük. Mən də qayıdıb dedim ki, məndə bu şeyi görməyən, tanımayan, ya tanımaq, yəni bu ayrı şeydir. Okulatda tanımaq, görmək, bunlar ayrı bir şeydir. İndi bizim dildə o başqa cür çıxsa da, tanımaq. Elə adam var heç mənim adımı eşitməyib. O deməkdir o şeydir, cırıqdır. Buna düşdün. Okulatda və bu yaşayışda səni görmürəm, səni tanımıram sözü bu ayrı sözdür. Buna düşdün. Yəni görmürəm necə, mənə belə görür də. Bu görmürəm sözü o bilir, o türmədə biraz o çürüklərin içində olub, o cəhətdən o söz deyir ki, görmürük səndə bu şeyi. Bu yaşayışı səndə görmürük. Mən də dedim ki, məndə bu şeyi görməyən bu olar. Mənə Dostoyevlər görür, mənə özünü tanıyanlar görür, mənə türmədə görüblər mənim bu yaşayışımı. Əgər sən bunu bilə-bilə qayıdıb burada mənə deyirsən ki, görmürsən, sən o Jabevkon sənin üstündədir, sən bu yaşayışı yaşayırsan. Bu məsələlərdə adama qayıdıb demirlər, səni görmürəm, səni şeyləmirəm, sən Samozvanitsə. Samozvanits Abyovkadır bu. Sənə kim verib oğru adını, abisa? Oğru adını vermirlər. Sotka olur məsələn. Sotka ola bilər, sotka ona aidiyyəti yoxdur ki. Oğru gərək sən o cürünə yaşayasan. Sənə gərək həyat tərzin o cürünə olsun. Gərək sən özü o cürünə görəsən ki, sənə də görsünlər. Bu cür nədir? Yoxsa ad verirlər, ad alırlar, belə şey yoxdur. Bunu yenə də izah edirəm. Onda adın sən Basya Brilliant, onda bu bizim Mamedə, Bəxtiyara, onlara oğru adı verib, onda heç bir qozda olar, ha? Ad verməyib ki, bu birbaşa Bəxtiyar, mən deyirəm də, birbaşa Vladimirski sentralda Bəxtiyar birbaşa Vasya Brilliant'a qayıdıb ki, mən pajizni oğruyam. Vasya Brilliant da deyib ki, yolun açıq olsun. Все. Nə Skotka, nə olacaq? Birinci Vladimirski sentralda olub bu məsələ. Bu cür nə olur? Gərək sən oğruya özünü təqdim edəsən. Oğru səndə gördüsə bu potensialı, все. Sən ondan sonra heç kim pretenziya yoxsa Skotka yığıldı, nə bilim şey Sovetin oğrularını dirildi, falan şey dirildi. Belə şeylər multfilmlərdir. Bunun heç belə bir Varovskoyda belə şey yoxdur. Məsələ burada nədir? Burada mən dediyim bu idi ki, onlar çürük variantı yanaşdılar. Mənə birbaşa yaşayışıma pretenziya elədilər. Mənim yaşayışıma heç oğrular pretenziya eləmir. Mən oğrulara demişəm, mən pajizni oğruyam. Mən oğrulara özümü təqdim eləmişəm. Ta 2013-dən Gəncə türməsindən, Rövşəndən tutmuş. İndi sağ olanların adını çəkmirəm ki, bura sosial şəbəkədir. Şimdi özləri bilirlər mən kimlərdən danışıram. Yaxşı, sən indi oğru kimi tanıyırlar da. Bəs sən görə, Tolikə görə söz düzdün. Sənə belə pis çıxmasın, indi acıva gəlməsin. Niyə qoz qoymadılar, hərəkətdən eləmədilər Tolikə qarşı? Yox, indi qulaq as da. Türmədə də bu cür nə olub? Türmədə görübsən kimisə proqonun verilsin? Türmədə proqon verilib, vurublar, qəhvə kimi vurub tapdalayırlar. Kimi veriblər? Kimi veriblər indi? Kim görüb? Necə, özünü tanıyan ki, oturublar stolda, deyirlər, bu qəhvədir, bunu qəhvə kimi vurublar qəhvə. Disiyatıda sənin olduğun ərəfələrdə mən bilən proqon verilməyib. 2014-dən 2023-ə. Elə demirəm, Ona deyirəm, sən bu şeyi görməyibsən. Mən sənin bu izahını verim. Onu demirəm. Deyirəm ki, oturublar stolda, hansı bir qad hərəkət eləyib.
Özün tanıyanlar deyib ki, bunun qəhvə kimi, bunun tapdalı, bu qəhvədir, adı üstündədir. Bunun tapdalı bu qəhvə. Aydın məsələdir. Sən də normal, sən də oğrusan da, oğrusan, borsa, söz demirsən ki, özün tanıyanlar vursun toliki tapdalasın, yəni qəhvədir, abyovkası belindədir. Amma belə baxdım, qıdış, sən elə acıba gəlsin, məsələ, bir qoz oldu, yəni heç kim qoz qoymasın. Yox, mən sənə buradan izahım verirəm. Belə şeylər olur. Mənim boynumda o abyovkasını verməkdir. Nə ki mən, lübuy bir özünü tanıyan adam olsun. Əgər onu görsən. Belə çıxı səhət sözünlə, belə çıxı Azərbaycanda özünü tanıyan yoxdur. Yəni, polika qarşı heç Yox, özünü tanıyanlar niyə yoxdur? Var. Sadəcə o özünü bağlatdırıb. Heç yerə bağlatdırmıyor baxır. O palan qucağında oturmuyub, o şöbəyə gedməyib, açıqlar azadlıqdadır. Niyə? Hardan bilirsən? Bağlatdırmıyor. Bu da bütün günü canlılarda video çəkirsən, barədə paylaşır. Video çəkməyinə evindədir. Bildim də, evindədir. Müjəndə o qeyrətsizi bir dənə adam şəhərdə, evində qabağında görmədi onu. O padnazordur, o padnazordur. Bu mən sənə izah verim. Türmədə də belə şeylər olur. Bir insanın qat proqonu verilir, görsən qaçdı vaxta. Görübsən indi qədər bir dənə söhbət olsun, kimsə qaçsın vaxta. Belə bir proses görübsən türmədə. Gedib özün bağlatdıran da görmüşəm. Niyə görməmişəm? Hafizçə indi o özün bağlatdırırsa və dustaqların əli ona çatmırsa, onda o deməli ki, dustaqların sözünə bir qoz. Yox. Oldu, o sözün nə vaxtdır deyib hələ əl çatmır ona. Olur da, mən sənə deyirəm Bəxtiyar Hikmətə əl atmışdı. Hikmət bu məsələni qaldırmışdı Skotkada. Qulunun proqonu verilmişdilər. Bütün türmələrdə o proqon gəzmişdi. Qulu özün bağlatdırdı Adinoçkaya. Qulu heç kim yaxındıra bilmədi. 20 neçə il. Qulaq asa sənin var yoxunda əgər bir dənə kişi varsa, var yoxunda nəslində bir dənə kişi varsa $100. Mən axtarışda olan adamam. Sən elədiyin burada provokasiya, bayaqdan paradışınlıqdan danışırsan, promo keçdin sövüşə. Bu nağlılıqdır. Mən sən görürsən burada payısını verirəm. Mən də deyirəm ki, sənin nəslində bir dənə kişi varsa, option nəslində bir dənə kişi varsa gəlsin məndən söhbət etsin. Bilet puluna qədər verirəm. Yoxsa sən burada zamatı ilişdirmək istəyirsən, yalandan söyürsən ki, gəlsinlər mənə vursunlar. Bu mentavskoy xoddur. Bu uşaq variantları saxla özünə. Bu paykovoyluq.